Bakının Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində isə bir hadisə böyük bir ailəyə böyük bir dərd yaşadıb. Övladını müalicə üçün xaricə aparan vətəndaş qayıdarkən evini dağılmış, bu azmış kimi torpağının da başqası tərəfindən zəbt olunduğunu görüb. 6 nəfərlik bir ailə indi küçədə qalıb. Mən evimi sökürəm. Sən ne bileyim, mən nəşim var ki? Şoförü deyil. Koma şoförü. Koma şoförü deyil ki, onun Nasıl ne bu? eşimi yığmışsan, kamaza 8 reis bu həyata boşalttırmışsan. Ne tövmüşəm bura? Qonşular arasında bu mübahisənin yaranmasına səbəb birinin digərinin evini uçurub torpağını da başqasına satmasıdır. Bu barədə danışacağıq, amma əvvəl yaranan mübahisənin səbəbinə qaydaq. Nibar Həsənova 2004-cü ildə gördüyünüz bu torpaq sahəsini Çingiz Tağıyev adlı şəxsdən alır. Alarkən xanımın savadsızlığından istifadə edən makler ona gördüyünüz bu müqaviləni təqdim edir. Hansı ki, müqavilədə hər hansı alğı-satqıdan söhbət getmir. Həmin dövrdə isə torpağı adına keçirməyə düşünməyən Nibar xanım min bir əziyyətlə qazandığı pulla burada 3 otaqlı ev tikdirir. Həmçinin dediyinə görə həyətində də təxminən 20 min manatlıq tikinti materialları olub. Bu ilin mart ayında talasemiya xəstəsi olan uşağının müalicəsi üçün xaricə yollanan Nibar xanım geri dönəndə darvazasının dəyişdirildiyini görüb təəccüblənir. Qapını açıb içəri girdikdə isə gördüklərindən dəhşətə gəlir. Üzü ayından bəri 5 dənə otaq ev başlatmışam. Üzü o baştan bura. Burada mənim 3 otaqlı üzü bəri evim olub, içində cihizim, gəlinlik cihizim içində olmaq şərtilə 6 baş ailənin giyəcəyi, yiyəcəyi, yatacağı içində olan evimi getmişəm müalicəyə, darvazamı kilitləmişəm, getmişəm. Xasır əlimdə gəlirəm ki, darvaza yerində yoxdur. Nibar xanımın 4 övladı və həyat yoldaşı ilə birgə burada yaşadığını qonşular da təsdiqləyir. 3 otaqlı evi var idi, hamamı, tuvaleti, su çanı var idi, hər şey var idi. Yaşayırdılar da. Burada evi var idi, evin qabağında materialı var idi, şifir, taxtası, sementi burada var idi. Yəni xanım burada yaşayıb? Bəli, yaşayırdım. Yaşadı uzun müddət, yaşayandan sonra bir vaxt aradan öyle oldu ki yaşamadı. Yaşamadığı dövrdə bunu gəldilər buranı söktülər, dağıttılar. Nibar xanımın evinin əşyalarla bircə yoxa çıxdığının səbəbini öyrənmək üçün torpağın yeni sahibi Elxan Məmmədovun evinə yollandıq. Burada isə tərəflər arasında mübahisə yarandı. Kama şoförü deyil, Elxan yükləyib divanı, krisini. Sen divanıma ne neydi? Sen git divanıma. Benim divanımdan evindəylər. Bu divan evidadır. Benim divanımda o. Divan evidadır. Senin evindəylər. Bak pencere benim pencerem. Hamısı mənim. Sen ama ulan satmışam. Ulan torbanı sənətlərini satmışam diye sen kimi bir adama şəxsi. Ama sənətsiz şey ola. Sənəti vermişəm birdəki bağışda. Sənəti vermişəm nədə ospirini bölmələ yer. Nibar Həsənovanın başına bu oyunları açan, ev eşiğini dağıdan Çingiz Tağıyev adlı şəxs isə yalnız şifahi olaraq bildirdi ki, iş hazırda polisdədir və yekunda hər şeyə aydınlıq gətiriləcək. Bəli, Nibar Həsənova sənədsiz torpağı alaraq evini tikdirib. Ağlına da gəlməyib ki, bir gün nəinki həmin torpaqdan, orada tikdiyi evdən, hətta bütün varından olacaq. İndi isə geriyə qalan ancaq heç olmasa 4 uşaq anasına dəyən maddi ziyanın ödənilməsinə ümid etməkdir. Bu isə müvafiq orqanlarda aparılacaq araşdırmaların sonunda mümkün ola bilər.